Hal-hazırda gəlib çıxmışıq Xırdalana, 3 nömrəli məktəbin yanına sənə bir dənə mənzil tapmışam ki, 4 otaq, 90 kvadrat qiymət etsin. Həqiqətən 90 kvadrat üçün 120 min manat qiymət nə deməkdir? Özü 3 nömrəli məktəbin yanında, Kevsi Maqdonası piyada məsafədə, Heydər Parkına piyada məsafədə hər birini salamlayıram. Evin hamam sanuzelini göstərərək bütün aksesuarlarla təchiz olunub, hazır köç yaşa bir vəziyyətdədir hal-hazırda evimiz. Əsas giriş hissəsi də buradır. Daxil oldum, çönürəm ki, bir dənə zal var burada. Yəni, eni uzunu bilinmir də zalın. Başa düşdüm, Twisenti burada. Nə bilim, burada balkonu. Gəl, Orxan. Burada balkonu. 2-ci mərtəbə, yola baxan. Sonra, zalı davam edir. Baba burada, zalı bura qədər davam edir. Belə bir geniş zalıdır. Bu pəncərə uşaq otağının pəncərəsidir. Çək göstərir, çək. Uşaq otağıdır. 4 otaq, 90 kvadrat 120 min. Danışıram, rahat. 90 kvadrat 120 min. Gəl. Bir dənə də güzgü. Gördüyünüz Orxandır. Bizim operatorımız. Əziyyət çəkir. Burada mətbəx hissəsi, belə bir mətbəxi var. Bu mətbəxin pəncərəsi, bax görsən, 2 binanın arasına düşür. Amma havalanması qaydasında da çox qəşəngdir. Mətbəx mebeli, qaza aspiratoru, hər şey hazırdır. 90 kvadrat 100 min. 90 kvadrat 120 min. Burada evin yataq otağı yerləşir. Tam təmir, hər şeydən təchiz olunub, saatına kimi hamısı var. 90 kvadratı 120 minə deyirik. Bura Taylandda oxşuyur, bura hara bölüyorsun. Gəl bura. Burada da yerləşir evin digər yataq otağı. Belə bir geniş yataq otağı var. Burada pəncərəsi binanın həyətinə doğru baxır. 2-ci mərtəbədir. Qiymət, əla bir qiymət əzizlərim. Balkon dediyim kimi yerindədir. Bu günlük bu qədər. Sizlərlə sağollaşıram. Bu evi gəlin alın. Yəni günü-günlə qiymət qalxır. 90 kvadrat 120 min manat sənədləşmə daxil 2-ci mərtəbə, qaz, su, işıq, lift, hər şeydə var. Sağ olun, salamat qalın.